Gelen buradan ben var. Dostlar böyle bir dana aldım. Göre indi. Sata bilərəm mi? Biraz xırda danadır. Saxlamaq üçün əladır. Nəsə gözüm tutdu. Görək. Necədir qardaş? Saxlamağa dəyər? Yaxşıdan qabağa idən dana. Görək indi. Başımıza nə iş gəlir? Sen tut bunu. Arkadan da çekin. Pis sana yoksa mı? Sakla. Gel görüyorum. Bunu herhalde buraya bağlayalım. Sonra değişer gidelim değil mi? Hı. Birazdan derman atacağım. Bu biraz sağlayayım. Derman atacağım sonra yuvarık. Böyle. Bak. Çıkıb axıra. En acığım çıxan işdir də bu heyvanda. Axıra çıxıb yatmaq. Dağıdıb töküb hər yeri. Dostlar, heyvanı bağladı. Şimdi istəyirəm ki, həm yuyum, həm də ki, qurt yatmaq atım. Bu vacibdir. Yəni, qıraqdan heyvan gətirəndə mütləq heyvanı yuyasıdır. Ola bilər ki, heyvanın qoturluğu olsun. Ona görə də yumaq vacib işlərdən biridir. Biraz kıryanı da koşmuşam. Hem o bir heyvanlarımı yuvaram, hem de onu. Yaxşı iyi var kıryanın. İndi bir bazar saxlayım. Aparıb gələn bazara gələk satalım. Həm də qalmağı ona görə oldu ki, gec aldım bu heyvanı. İkisini alıp sattım orada. Bu heyvanı biraz gece aldım. Ona göre biraz alıcı yok idi pazarda. Ona göre elimde kaldı. Hələlik dərman qalsın yerində, qurt dərmanını ataq. Çünki sonra heyvana yaxınlaşma olan deyil. Bu da ne bileyim, həftədə 2 dəfədir verərsən. Hələlik bu həftə bunu vereyim, gələn həftə sata bilməsəm, o birisini də verərəm. Yaşıl dərmandır, yani bildiğimiz dərman. Gel. Hayır, ha. Ne oldu? Hayır.
Səhər çıxmışam. Özlərimdən biraz da axtarını təmizləməmişəm, indi təmizləyəcəm. Heyvanı yumaq vacibdir. İti birəsi təmizlənsin. Heyvan biraz üzmə gəlsin. Mən ümumiyyətlə hər bir heyvanı bazardan gətirəndə həm dərman atıram, həm də yuyuram. Seriyer bu. Her hafta bir heyvan getirsem, öz heyvanlarım da onun hesabından yola. Bunu satmak istiyorum. Koy kameranı. Çevirdim ona. Bunu satmak istiyorum. Öz heyvanın balasıdır. Bugün bir neçə qəssab gəlməlidir. Vallahi bazarı gezdim. Böyle bir heyvan tapa bilmədim ben bazarda ki öz heyvanımla müqayisə edeyim. Bundan kat ağır heyvanları 2000'e deyirlər. Ben bunu 2200'e deyirəm. Ama yaxın duran yok. Hamı istəyirlə ucuz olur. Dostlar bir şey yadımdan çıkmıştı. Ümumiyyətlə bunu nəzərə alın. Bu suyu boşaltmaq lazımdır. Yəni belə yuma işləri olanda. Çünki heyvan içə bilər. Yumalarımı boşaldaq. Heyvanın qabağında su vacibdir. Mütləq su çəkin. Heyvan istəyəndə gərək həmişə su qabağında olsun. Yaxşı yuyuldu bu heyvanlar. Qalan dərmanında o biri heyvanlarıma istifadə edəcəm. Bunu dostlar hesaba kitaba vurdu. 150 kilo çəki gösterdi. 150 kilo. Biraz tövləm qatma qarşılıqdır. Çünki heyvanları çıxarmışam çölə. Bu ikisi qalıb. İstəyirdim ki bunu satım. Bu simentaldır, bıraxım o birilərin yanına. Üstəlik birini də aldım. Görəyim başımıza ne iş gəlir. Ha, bu deməli Angus'tu. Anası Angus'tu. Simental vurdurmuştum. Böyle bir cins əmələ gəlir.
Bunu saxlamaq istəyirəm damazlıq məqsədlə. Bu da ki indi aldığım. Dostlar bir yazın görüm necədir dana. 890'a başa geldi bu dana mənə. Yol pulla bir yerdə. Hələ ot zad verməmişəm, yem verməmişəm ki, qoy biraz ac qalsın, dərmanı vermişəm. 5-10 dəqiqədən sonra yoxlayacağım görüm yeməyin. Belə dostlar, bazar baha idi yəni. Deyim ki, baha almışam, yox baha almamışam. Yəni bazar qiymətini almışam yəni. Arpa aldım 2 gündür. Düzülmüşəm bu axurların üstünə, taxta qoyub. Birazını da boçkaları tökmüşəm. 37 qəpiyə başa gəldi. Dəyirmanla birlikdə. Dəyirmana çəkdirib gətirdik. İndi burada bəzi işlər var dostlar. Burada qapı var idi. Elə belə qoymuşdum. İstəyirəm ki, normal bir qapı qoyum. Qapı var, quraşdırma lazımdır. Dostlar, burada bir qapı qoymaq istəyirəm. Heyvan zad boşaldanda və yaxud çıxardanda buradan rahat olsun. Ot yiyir. Qaldı bunun yem yeməsi. Yəqin ki yem yeməz. Yavaş-yavaş yemə də alışdırmaq lazımdır. Dostlar, bir videonun da sonuna geldik. Növbəti videolarda görüşənə dək. Bugün Xaçmaz mal bazarını çəkməmişəm. Bundan sonra çox güman ki çəkməyəcəm. Növbəti videolarda görüşənə dək. Sağ olun, sağlıqla qalın.